Tofiq salam. Aleyküm salam. Biz meydandayıq, müştərilərimizi salamlayırıq. Bizi izləyənlər, bizi sevənlərin hamısını salamlayırıq. Bugünkü yeməyimiz can ətindən olacaq. Bu can əti də körpə danadan çıxan bir can ətidir. Merhaba. Kalorisi hardasa 120, 140, 158-ə qədərdir. Yağlar çox azdır, 7 qrama yaxındır. Zulal da hardasa 22 qram. Yəni demək olar ki, B qrupu ilə zəngindir, həm də dəmiri çoxdur bu ətin. Yəni, kim pəhriz saxlamaq istəyirsə, bu ətdən yeyə bilər, istifadə edə bilər. Ne pişirir bu? İndi biz şirəli can əti eləyəcəyik, Tofiq. Şirəli can. Tez hazırlanan bir məhsul göstərək. İndi yazacaqlar, Azərbaycanda hər şey şirəlidir. Yazaq. Yəni, Şirəli o, şirəli bu. Can ətin şirəli eləyirik də bu dəfə. Hardasa biz elə bir ki, bir nəfərlik yemək pişirək. Kəsirəm bax, sənin gözünün qabağında. Başlayaq. Başlayaq göstərək. Doğramağını da sənə göstərəcəm. Mən bu dəfə əlcə ilə işləyirəm. Doğrudan. Nəcə? Yəni, bir anlığa biz fikirləşdik, məsləhətləşdik ki, bir dəfə də əlcə ilə işləyək. Qoy görsünlər, bizə baxanlar ki, biz əlcə ilə də işləyik. Deyəcəklər, nə oldu? Yəni, çəkilişlərimiz qoy effektli geçsin deyənə. Yəni, biz bunu da göstərək. Qoy bizim müştərilər, yəni bizə baxanlar, bizi sevənlər, hamısı razı qalsınlar. Razı qalsınlar, bəli. Çünki bizə çox suallar verirlər əlcək haqqında. Biz də qərar aldıq ki, biz belə də işləyə bilirik. Ətimizi qaynar tavaya atırıq. Yəni, siz görürsünüz ki, biz buna yağ vurmuyoruz. Yəni, fikir verirsiniz. İndi hamı soruşa bilər ki, qaynar təvəyə yağsız ət atanda yapışır, axı, yapışmır. Az miqdarda da olsa, onun canında suyu var, yağı var. Ətə möhürləmə veririk. Möhürləmə verəndən sonra özü atacaq tavada. Tofiq görürsən, fikir verirsən, ət özü bax, qopur. Fikir verir. Mən buna yağ vurmadım. Bir müddət keçsin, mən onu duzunu vurub, yağını vuracağım. Davam edəcəyik hazırlamağa. Yaxşı. İndi nə edirsən? Buzluysan. Duzunu vurur, ət biraz öz suyunu buraxsın, sonra yağını vuracaq. Əti uca möhürləmişik, yəni gördüyün kimi. Yəni, attığımız yağda var kərə yağı. Kərə yağı. Əri deməmişik. Bu meydan restoranında bu kərə yağlar istifadə olunur. Okey. Hamı baxa bilər ki, yəni biz təmiz yağmışıq. Soğanımızı doğrayırıq, yəni uzun-uzun doğrayırıq, uzun nazik. Nə qədər nazik doğrasaq, o qədər yaxşıdır, soğan tez pişəcək. Elə bir ki, bir nəfərlik yemək pişiririk və gördüyünüz kimi tavada bizim ətimiz qızarır, amma yanmır. Çox adam deyir ki, ərinməmiş yağ tavada yanır, bu yanmır. Nəyə görə? Tavada nəyə görə yanır? Çünki bunun tərkibində qaymağı var, südü var. O ərinməyəndə, tavaya atanda qaymağı tez yer. Ona görə onu nəzarət eləmək lazımdır. Biz indi bunun soğanını vururuq. Sonra biz bunu yavaş-yavaş pişirə-pişirə bulyonla şirə verəcəyik ətə. Çox adam çaşdıra bilər ki, bu şirə necə olur? Yəni şirə əsas soğanla ətin birləşməsindən əmələ gəlir. Soğanın özünün tərkibində şəkər olduğuna görə qeyri-ixtiyarı o şirə verir. Belə olur. Bizim bu təmiz bulyonumuzdur. Həmin bu dana ətini bulyon. Biz buna bulyon verə-verə bunu... Nə bulyonudur bu? Bu dana ətin bulyonu. Tez hazırlanan, effektli, yəni tərkibində vitaminləri parçalanmayan bir yemək. Buna sarı kökü də vurur. Sarı kök. Biraz da istiyotdan vuraq. Dad verir üçün. Tuz vurmuşdur, biraz da əlavə edirik. Belə Tofiq, bunu pişirməyə davam edirik. Okey. Biz biraz dayanaq və hazırlananda biləcək. Tofiq, bir yax gördüyündə, yəni biz bunu qovurduq, qovurandan sonra qapağı üzərinə qoyduq ki, soğan ölsün. Yəni, bax, görürsünüz, soğan düşdü şiriyə. Yəni, görsənir də yəqin ki. Biz bulyonu da ona görə verdik ki, ətə. Ət soğanı təmiz həll eləsin və pişirsin. Görürsünüz, ət yanmadı, soğan yanmadı, bir yerdə birləşdi və şirəli bir yemək aldı. Yəni, fikir verirsiniz, yağ da yanmadı. Şu hazırdır. Ət də yanmadı. Bəli, hazırdır. Biz bunu verilmə qaydasını göstərəcəyik. Belə tez bazar. Bir dənə də bu bulyonu vuranda ətə, ətin bütün dadı, soğanın dadı bir yerdə birləşir. Sənə deyim belə, yəni adı şirəli danadır, düzdür adı? Bəli, adı şirəlidir. Amma yəni... Heç çətin bir şey yox. Yox, vəbşə bir şey yoxdur, yəni. Yəni, sadəcə olaraq pişirmə qaydasını bilən adamlar bunu çox rahat pişirə bilər. Vitamini parçalanmır. Ruslar demişkən
Padakası belədir. Yəni bizdə var, yəni özünüz gördünüz də, soğan da təzə pişir. Hə, soğanı da. Hə. Əti də təzə pişir. Və qovrulur bir yerdə. Yəni hamı bunu gördü. Ha, yenə bulyona. Bəli. Hoppa. Bu da bunun verilmə qaydası. Bu hal. Yəni bunu ona görə vururuq ki, ətlə soğanın dadı qarışsın bir-birinə. Ət də özünüz gördünüz də necə gözəl ət. Sən Mədinə bu meydan restoranda menüsündə var bu? Bəli, şirəli can əti var. Ha, mən bilmirdim ki. Hə, yəni baxın. Yəni bunun verilmə qaydası belədir. Yəni təbii, təzə və tez. İndi dadına baxarıq. Hə, dadına baxarsan, görərsən. Samir müəllimə dedim, içəridə dadına baxmayaq da, elə Bax, bura qoy. Qoyun da. Ay, sağ ol. Samir müəllim, axırıncı bir video var, şirəli ana. Bəli. Hə, orada sənə müəllim demişəm. Qardaşım biri yazıb ki, müəllim niyə, nə bilim nə, müəllimlərin hörmətini, bilməm, nəsrə yazıb. Müəllim yəni hörmət mənasına. Mən buna demədim ki, Samir qaqa ya da bratiyaka Samir. Müəllim də yəni, usta da deyə bilərəm. İndi, tak ki, Səhv sayılmır da. Yəni, nə? səhv sayılmır. Yox, müəllimi Azərbaycanda hörmət mənasında Bəli, deyirlər. hörmət Onu da götürüb mənasında. deyirlər müəllim başqa şeydir. Понятно, yəni bildik. Müəllimdir də yəni. O qardaşın- Məktəbdəki müəllim. O qardaşın öz fikridir. Ona da hörmətlə yanaşırıq. Ha, Amma o indi biz bildi. səhv eləməmişik də. Yəqin ki, qardaş üzürlü sayır. Prosta. Buyur. Hə, qardaş. Tadına bax. Amma o yazan qardaş yazdığı, yəni hörmətlə yanaşır. Elə bilmə yəni başqa şey. Yazmısan əla eləmişsən, yaz. İndi bunun dadına baxım deyəcəm. Üstü də al pambıq kimidir. Hə, bətin gözəlliyi oldu. Çox gözəl yemək. Yəni, Pambıq da. yeməyin... Yağından təriflərəm amma. Yəni, adi sadə yeməkdə, amma orada Rezin olsa, qaydalar var. Hə, qaydalar rezin var. olsa O deyəcəkdim. Düz eləyəndə, düz eləyəndə, burada düz alınır. şey yoxdur, amma 5 manat versin. Nədir o da, orijinal. Nuş olsun, hamı gəlsin. Sonra bir şey dedim, yazmışdı, üz üstə, sözü kəsdim. Orada biri deyir ki, qardaş, hərdən bir mən rus dilində deyirəm. Mən danışanda kəkələyirəm. Hərdən bir Azərbaycan keçirəm şeyə, rus dilinə, perexod. Çünki danışımda ilişir. İkincisi də mən Ukraynada təhsil almışam, rus dilliyəm, ruski sektor, ona görə. Olur. Fikir vermirsən də, hərdən bir rus dilində deyirəm. Bəli. İllərlə orada yaşamışam, ona görə bəzi sözləri, Azərbaycan da bilmirəm. Hələ yazıblar Azərbaycan dilinə hörmət istəyirsə, nə aidəti var? Yox, o aidəti. Nə aidəti var, orada oxumuşam. Ukraynada oxumuşam. Kiyev şəhərində 90% hamısı rus dilində danışır. Bəli. Soğuqdan öldüm, onlar. Короче, bratva, yazan? Bratva. Qardaşlar deyəndə ilişirəm, görürsünüz, Q hərfi. Bratva, yağ kimi gedir. Heç də samçan halal tutur. Pambıq kimi. Belə baxanda çətin bir şeydir, amma... Yəni biz burada tərəf saxlamırıq. Yəni dəqiq fikri, dəqiq dadı, bir də dəqiq mövqeyimizi bildiririk yeməklərə. Yəni necə eləyiriksə müştəriyə də o tərzdə veririk. Yəni onu eləmə söz, göstərib, yəni iş getmir. bəli, göstər. Hamı da, yəni Çünki burada yaxşı göstərək, müştəriyə sonra nəticə gəldi verək, iş getmir. İş bağlanacaq. Yəni fikir verirsiniz, ətin rəngi dəyişdi. Bunun dəmiri çoxdur deyənə ətin rəngi də dəyişir. Yəni kimin qanı azsa gəlib bu ətdən yeyə bilər. Çox, qardaşlar. Meydan restoranı, Həcci meydanda, Bəli. Həcci o tərəfdədir, iş Hə, başında Həccini bəli, hər dəfə müştərilər. artmaq olmur. Ona görə hərdən bir Samirlə... Həcci də iş başındadır bizdə. Meydan restorana gəlin, yiyin. Buyurun. Çox. Yolunuzu gözləyirik. Kimin ürəyinə istəyir yazmağa rəylərə yazın. Hamısını mən oxuyuram, hamımıza halal. Bəli. Yazın getsin. Sağ olun, var olun. Sağ olun.